Necə olur? Məsələn, sən səhər-səhər uşağı yuxudan durğuzursan saat 6-da və ya 7-də. Dünyası üçün göndərirsən məktəbə, yazığın gəlmir, ona rəhm eləmirsən. Mən həm dünyası, həm axirəti üçün ona Allaha ibadət eləməsini öyrədəndə mənə deyirsən, mən zalımam, sən zalım olmursan. Mən uşağa zülm eləyirəm, sən zülm eləmiş sayılmırsan. Yox. Bu ədalətsizlikdir. Qız uşağına məsələn, vaxtı çatanda hicabı bağlamasan, o bağlamayacaq. Günü-gündən fitnələrin içində görürsən dəyərli qardaşlar. Qadınların açıq, çılpaq gəzməyinə şiddətli şəkildə dəvət aparanların içində yaşayırıq. Soruşulmayacaq ki, onlara geniş evlər, bahalı miniklər, yüksək vəzifələr verib yoxsa yox. Bunu soruşmayacaq. Çünki bunları verən kimdir? Allahdır. Allahdır bunu verən. Ola bilsin vermədi. Amma Allah təala soruşacaq nəydən? Namazdan, tövhiddən. Bunu mən demirəm. Rəbbim 7 qat göyün üzərindən ayələr nazil edib. Salih evlad dışı sən ölüb gedəndən sonra sənin Allaha dua eləyir. Sən bu gün evladın dini üçün yox, yalnız dünyası üçün çalışıb. Dünyavi bütün mənfəətləri ona verib. Getsən, ola bilsin ki, vallahi sən heç rəhmət də oxumayacaq. Heç onun yadına düşməyəcəksən. Sənin adından bir manat sədəqə versin kiməsə. Eləməyəcək. Çünki sən ona gizlində aşkarda Allahdan qorxmağı, valideynin qədrini bilməyi, valideynə yaxşılıq eləməyi, valideynin üçün Allaha dua eləməyi öyrətməmisən. Nadir evladlardır ki, Allah rəhm eləsən.